Akta hara baxır layihəsi davam edir. Bu dəfə mövzumuz heyvanların identifikasiyasıdır. Qida təhlükəsizliyinin təmin olunması, heyvan xəstəliklərinə nəzarət və heyvan mənşəli məhsulların izlənə bilməsi üçün identifikasiya mühüm əhəmiyyət daşıyır. Bəs identifikasiya nədir və bu sahədə Akta nəyi tənzimləyir? Heyvanların identifikasiyası hər bir heyvana fərdi nömrənin verilməsi və onunla bağlı məlumatların vahid sistemdə qeydiyyata alınması prosesidir. Bu proses qanunvericiliklə tənzimlənir, qanuni tələbdir, məcburidir və ölkə üzrə baytarlıq nəzarətinin əsasıdır. Eyni zamanda agentlik tərəfindən avtomatlaşdırılmış qida təhlükəsizliyi informasiya sistemi vasitəsilə həyata keçirilir. Bu gün identifikasiya tədbirləri çərçivəsində təsərrüfatdakı iribuynuzlu heyvanlar fərdi qaydada qeydiyyata alınır. Bugün tərəfimizdən Athena Agro iribuynuzlu heyvanlar təsərrüfatında heyvanların identifikasiyası həyata keçirildi və hər bir heyvan haqqında fərdi məlumatlar avtomatlaşdırılmış qida təhlükəsizliyi informasiya sisteminə daxil edilir. Heyvanların fərdi məlumatları dedikdə bura heyvanların növü, cinsi, cinsiyyəti, təsərrüfat təyinatı, doğum tarixi və digər zəruri məlumatlar, o cümlədən heyvanların təsərrüfat sahibinin verdiyi məlumatlar əsasında aparılmış müayinə müalicə tədbirləri, profilaktik məqsədlərlə aparılan peyvəndləmələr tərəfimizdən sistemə daxil edilmişdir. İdentikasiya heyvan xəstəliklərinin vaxtında aşkarlanmasına və yayılmasının qarşısının alınmasına imkan yaradır. Eyni zamanda baytarlıq tədbirlərinin daha dəqiq planlaşdırılmasına, heyvanların sağlamlığına nəzarətin gücləndirilməsinə xidmət edir. Bu sistem qida təhlükəsizliyi baxımından da mühüm əhəmiyyət daşıyır. Çünki heyvanların qeydiyyatı və izlənməsi fermadan süfrəyə prinsipi üzrə heyvan mənşəli məhsulların mənşəyinin müəyyən edilməsinə və təhlükəsizliyinin təmin olunmasına şərait yaradır. Bundan əlavə identifikasiya heyvanların ölkə daxilində daşınmasının, ixal-ixrac proseslərinin və xüsusi təhlükəli xəstəliklərlə bağlı tədbirlərin elektron qaydada izlənməsinə imkan verir. İtirilmiş və ya oğurlanmış heyvanların müəyyən edilməsi zamanı da bu məlumatlar mühüm rol oynayır. Hal-hazırda təsərrüfatımızda bütün heyvanlarımız öz kimliklərini almış vəziyyətdədir. İdentikasiyanın mahiyyəti nədən ibarətdir? Məsələn, heyvanların hansı əməliyyatları keçirdiyi, hansı dərmanları yediyi, hansı növ antibiotikdən istifadə olunduğu bağlı məlumatları özündə cəmləyən bir sənəddir. Yerli fermerlərimizin dərinliyi başa düşməkləri lazımdır. Beləliklə, heyvanların identifikasiyası təkcə qeydiyyat prosesi deyil, baytarlıq nəzarətinin, qida təhlükəsizliyinin və ərzaq təhlükəsizliyinin əsas alətlərindən biridir. Bəs Akta hara baxır? Heyvanın doğulduğu andan etibarən onun sağlamlığına, hərəkətinə və izlənə bilənliyinə.